Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. 6-cı sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm, yəni rahat bir şəkildə yoxlayasınız. Amma hansısa sualla bağlı ətraflı izah, yəni eşitmək istəsəz, o zaman videonun rəy bölməsinə, yəni suallarınızı yazarsınız, oradan ətraflı izah edərəm. İndi isə vaxt itirmədən birbaşa sürətli bir şəkildə izah verək. Birinci sualda mətnə ad verin. Burada Sokrat və padşah, yəni İskəndərin söhbəti burada var idi. Ona görə də padşah və alim, yəni variantını seçsək daha düzgün olar. İkinci sualda biri İskəndərin elçisinə aid edilə bilməz. Yazıb. Sokratın qərarına hörmətlə yanaşır, ona haqq qazandırır. Yəni mətndə bununla bağlı bir şey yox idi. C variantı. Bu yanlışdır. Üçüncü sualda verilmiş abzası qarşısına rəqəm yazılmış hansı abzasdan sonra artırmaqla mətni genişləndirmək olar? Ən sonda 4 rəqəmində o demişdi ki, padşahına söylə ki, axtarıb tayını tapsın. Yəni bu sözdən sonra padşahın elçisinin ağzı açıla qala bilər. Yəni təəccüblənə bilər. Ona görə də D variantı, 4-ü seçə bilərik. Gəldik 5-ci suala, 4-cü suala daha doğrusu. 4-cü sualda İskəndər həm fikirli, həm də qəzəbli idi. Səbəbi bu idi ki, Sokrat saraydakı alimlər məclisinə gəlməmişdi. Ona görə də İskəndər həm də qəzəbli idi. Yəni A-nı götürə bilərik. 5-ci sualda kursivlə verilmiş hansı ifadədə məcazilik yoxdur? Burada əmr etmək, etmək, eləmək, olmaq olduğuna görə B variantını seçə bilərik. 6-cı suala diqqət eləyək. Mətnə əsasən qədim bir xarabada tək tənha yaşamağı saraya getməkdən üstün tutan obraz. Burada diqqət eləsək, bax bu hissədə bircə saniyə. Yəni getmişdi orada Sokratı çağırmağa, amma o, yəni belə deyim, heç bir ona cavab vermədi. Yəni ona belə lağlağı yanaşdı, heç onu ciddiyə də almadı. Burada Sokratı götürmək olar. Bax, 3-cü rum rəqəbi olan hissəni göstərim. Alim Sokrat əldən ayaqdan uzaq qədim bir xarabada tək tənha bu acı düşüncələrə dalmışkən. Məsələn, bu 3 rəqəminə görə götürmək olar. Digər suallara baxaq, yəni onu yaza bilərik. 7-ci sualda hansı cümlədə saydan sonra işlənən sözün bu cür işlənməsi yanlışdır? Burada diqqət eləsək, xeyli sözündən sonra gələn isimlər təkdə olur, D variantı. 8-ci sualda sifətin çoxaltma dərəcəsi tünd qırmızı, rəngləri artırılıb, C variantı. 9-cu sualda hansı bənddə nöqtə ilə müəyyən yerli şan şəkilçisi yazıla bilməz? Bakı şəhərinə Bakının şəhəri deyə bilmərik. 10-cu sualda cəm şəkilçisi qəbul etməyən toplu isim, cəmaət, əhali B variantı olacaq. Yəni bu 2 dənə söz qəbul etmir, B variantı. 11-ci sualda kökü və başlanğıc forması eynidir, D variantı. Məktəblər, kitabdan, bir də çanta. Çünki buradakı şəkilçilər qrammatik olduğuna görə köklə başlanğıc forması eynidir, D variantı. 12-ci sualda qeyri-müəyyən miqdar sayı və sıra sayı, B variantına baxaq 12-də. Bir çox qeyri-müəyyən 6-cı sıra sayı. Keçək 13-cü suala. Bucaq ölçən sözünə diqqət eləyək. Orada qıdan sonra saat gəldiyinə görə ğı olacaq. Yəni bucaq ölçən. Buna diqqət eləyək. Yanlışı soruşduğuna görə ahəng qanunu tabedir, yanlışdır. Çünki qalın incə saitlər bir-birinə qarışıb. 14-cü sualda tünd qara hərfləri verilmiş söz, yəni yalnız qrammatik mənaya malikdir. Köməkçini soruşur. B variantı bəlkə modal sözdür. 15-ci sualda mənsubə şəkilçisi qəbul etdiyinə görə saiti düşməlidir. Çinin, sənin çinin, o birlərində düşməyib sait. C variantı. 16-cı sualda 1 leksik, 2 qrammatik, A variantı. Vətən, daş leksik, lar cəm, yəni qrammatik, ımız mənsubiyyət, qrammatik, A variantı. 17-ci sualda zirək ilə utancaq fərqli anlayışlardır. Ona görə sinonim ola bilməz. D variantı. 18-ci sualda C-yə baxaq. İkinci şəxsin cəmi, sizin kəndiniz, C variantı. 19-cu sualda müəyyən və qeyri-müəyyən təsir yalı soruşur. Kitabları oxudum. Bir də mənə çox mətləbi ahəstəcə qandırdı muğam. Muğam mənə mətləbi qandırdı. Nəyi? Kitablar, bir də mətləbi yazırıq. Gəldik mətnə, deməli, Scott Robert mətni. Burada yəni səyahətə çıxmışlar və araşdırma edirdilər. 20-ci sualda mətanət sözünü soruşur. Bu dərrakə ağıldır, yəni D variantı. Mətanətlə dərrakə bir-birinə qarşılıq sayıla bilməz. 21-ci sualda diqqət eləyək. Deməli, Robert Scott burada nə eləmişdir? Onun rəhbərlik etdiyi ekspedisiya var. Bunu ona aid eləyə bilərik. 1-ə C. 2-də Roald Amundsen bu Norveçli qütb tədqiqatçısı idi və
Üçüncüyə baxaq. Alfred bu isə ingilis şairidir. Ona görə B variantı daha düzgün olar qruplaşdıranda. 22-ci sualda C variantını götürürük, çünki o nəticəyə aiddir. 23-cüdə əzmkarlıq və mübarizlik, yəni dözümlü olmaq təbliğ olunur. 24-cü sualda bir dənə diqqət eləyək. Bayrağı ondan əvvəl, yəni sancın olduğuna görə Robert Scott hətta biraz pərt olmuşdu. Ona görə 24-də B-ni götürə bilərik. 25-ci sualda məcazilik yoxdur. Bura diqqət eləyək. Ruhdan düşmək məcazi, riskə getmək məcazi, amma həlak olmaq, etmə, eləmək olmaq bu həqiqi mənada olur. Yəni məcazilik yaratmır. Həlak olmağı ora yaza bilərik. Diqqətinizə görə təşəkkür edirəm. Videonun faydası oldusa kanala abunə olmağı unutmayın. Təşəkkürlər.